Bakı Tennis Akademiyasının yeni rəhbərliyi 22 ildən sonra Azərbaycan Tennis Federasiyasının prezidenti Oktay Əsədov öz postunu tərk etdi və federasiyanın yeni prezidenti Ənvər Ənvərli təyin olundu. Düzün deyim, onun haqqında heç nə bilmirik. Ancaq bir dənə o xəbər var ki, biznesmendir və ola bilər ki, yəni ki, tennisi sevir ki, məhz onu təyin ediblər. Və çox böyük ümidlər var ki, yeni rəhbərlik gələndən sonra Azərbaycan tennisi müəyyən qədər inkişaf edəcək. Bakı Tennis Akademiyasında sadəcə olaraq səslər eşidilməyəcək. Bəli, burada çoxlu xarici idmançılar, öz idmançılarımız məşq edir. Amma bunun elə bir ki, Azərbaycan tennisinə təsiri olmur. Bəli, hərdən bir eşidirik ki, hansısa idmançılar beynəlxalq yarışlarda çıxış ediblər. Amma tennisin ümumi inkişafı demək olar ki, 22 il bundan qabaq hansı səviyyədədirsə, elə də dayanmışdı. Hətta Gürcüstandan məşhur Leyla Meski də gəlmişdi. Beynəlxalq turnirlər keçirilirdi. Amma bunun ümumi tennisin inkişafına təsiri olmurdu. Necə deyərlər, yeni rəhbərlik gəlib və ümidlərimiz böyükdür. Vaxtilə burada böyük bir stadion idi və bütün burada yaşayan 8-ci mikrorayon cəmaatı idmanla məşğul olurdu. İndi burada Bakı Tennis Akademiyasıdır. Ümid edək ki, bir neçə ildən sonra biz deyə biləcəyik ki, buradan güclü tennisçilər çıxdı və müəyyən qədər Azərbaycanı Avropada təmsil edib yadda qaldılar. Ümid edirik.